Bir alimdən, bir filosofda eşitdim, qəşəng bir söz deyir, quş budağa qonur, görsə ki, öz vəzni, çəkisi budaqdan ağırdır, çox-çox. Budaq qırıla bilər, stres keçirtmir ki, quş çünki qanatları var, uçacaq. Narahat deyil. Həyatın bütün çətinlikləri belədir. Sən bir gün pərvaz eləyəcəksən və yadından çıxacağı ki, o dərdlər vardı, problemə çevirmişdir. Ruh bədəndən çıxan kimi heç ağrısı qalmayacaq canında. Heç nə, heç elə bilsən əziyyət görməmsən. Heç elə bil əziyyət çəkməmsən. Sən bir günü yadına sal, bu ruh bədəndən çıxanda, buradakı bütün xəstəlik, azar, dərd, problem, heç biri səndə yadından çıxacaq. Yadıva salmaq istəyəcəksən, yadıva düşməyəcək.